آسایش دو گیتی، تفسیر این دو حرف است، با دوستان مروت، با düşmanın müdara. Bizim ünlü şairlerin birinin söylediği bu anlamda bir laf var ki, iki dünyanın huzuru bu iki lafın anlamıdır. Bu iki lafın təfsiri, təbiridir. Dostlarla dostluq, mürüvvət, yəni gəliş, gediş, ilişkilər, dostluğa aid olanlar, düşmanlarla müdara. Müdara demək, düşmanı idarə etməlisən. İdarə etmək. İdarə etməlisən. Yəni gücün varsa, nə bilim, yaxıb əzə bilirsən, əzməyəcəksən, müdara etməlisən ki, o iki dünyanın huzurunu bulmuş olasan. Bu konunun dərinliyinə, yəni insan bir baxdığında, yəni bu ırqlar arası, qavmiyyətlər arası, nə bilim, nələr arası, küçükdən, yəni qonşuluqdan millətçiliklərə gibi gedir bu iş. Yəni bu nifaqlara heç gərək qalmamış. Bəlkə də bir zamanlar gərəkirmiş, bəlkə bir zamanlar bir şeylər, nə bilim, yəni olacaq kimi gözükürmüş. Amma şimdi benim düşüncəmlə, heç kəsin, heç kəsə, heç millətin, heç millətə, heç dövlətin, heç başqa bir dövlətə, nə bilim, heç qavmiyyətin, heç başqa bir qavmiyyətə baskı yapıb onu əzmək haqqı yox. Yəni, bu şairin dediyinin anlamına baxanda sən dostlarla dostluq, düşmanlarla geçinəcəksən. Bizim bir Türk dilində, biz Azər Türk dilində bir geçinmə, idarə etmək var. Yəni, əzə biləcəksən, əzə bilərsənsə, əzməyəcəksən amma. Əzə bilərsən. O zaman sən kəndini... Əzə bilsən belə əzməyəcəksən. Əzməyəcəksən, yox. Əzənməsən ki, zaten əzəmirsən. Lazım olur değil mi? Gerçekten. Yani... O kedinin fareye atlaması gibi. Aynen. O aynen, örnek. Aynen. Yani Obedi Zakanı'nın kitabında bir fuarəni, kedi tam avlama halinde bir bum dediğimiz bu bizde buynuzlu baykuşa bum diyərik. Ya da bir kartal. Evet. Ya da bir kartal, evet. Tam bir bunlar olan ağacın üstüne konur. Hemen kedinin tam fareye hamle yapacak tam o anda. Kedi hemen fark edir ki, yani ikimizi de avlayacak bir avcı geldi. Orada başlayır fareyle konuşmağa ki, fare kardeş, şimdilik bizim düşmançılığımız, ne bileyim, benim avcı olmam, senin av olmam filan, bunları bırakmalıyıq. Başımızda duran bizim ikimizin de avcısıdır. Büyük avcı var burada. Bizi büyük tehlike var. Yani düşmanla idare etmenin sonucudur. Aynen. Demek ki bizim de komşumuzla, yani komşumuz bir gün büyük tehlikelerde, gene de komşumuzdu bizim elimizi tutan, büyük tehlikelerde gene, ne bileyim, bizim komşu başka ırktan olanımızdı, bizim komşu ülkemizdi, ne bileyim, bizim komşu kavmiyetimizdi. Buna göre o şairin sözüne dayanarak biz bunu tam anlayıp, tam şimdiki hayatımızda bunu yapmalıyız. Yani bu dünyanın da, öbür dünyanın da mutluluğu, huzuru, sırrı evet. Şu iki kelimede saklıdır. Tekrar söylüyorum. Asayişi du geyti, tefsirin du harfest. Ba dostan mürüvvət, ba düşmandan müdara. İki geyti demek dünya demektir. İki dünyanın huzuru bu iki kelimenin tefsiridir, təbiridir, yani anlamıdır. Dostlarla dostluq, gəliş, gediş, ilişkilər, düşmanlarla müdarə edib, idarə etmək.